Hə, bizim məsələmiz nədir? Yoldaşlarımız. Deyirəm ki, qadınların yaralı yeridir. Bir də bu yoldaşları böyüdən analar da var da bilirsiniz. Yəni onların da böyüdüyü bir ailə var, onların da böyüdüyü bir gəldiyi ailə var. Amma bax, bunu sizə deyim. Həqiqətən mən o hədisi eşidəndə şok olmuşdum. Çünki bizə psixologiyada birinci öyrədilən budur. İnsan həyat yoldaşını elə belə seçmir. Adətən ailəsində gördüyü tərbiyə, ailəsində tanıdığı nə varsa, həyat yoldaşında da mütləq çıxır. Hətta mənə seanslarda çox sual verirlər ki, bəs Sevda xanım şey olur axı, bəs bu necə olur ki, məsəl üçün, bəs o qadınlar ki, özləri evlənməyib, yoldaşlarını özləri seçməyib? Deyəm, o belə, o insanın sizə qarşınıza çıxmağı, sən onu seçməsən də, yəni o elə belə gəlmir də sizin həyatınıza. Yəni mütləq şəkildə bir səbəbi var. İndi səbəbini də yavaş-yavaş izah eləyəcəm, çalışacağam bu gün. İndi şeydir. Baxın, insan təsəvvür eləyin ki, qadın girib bir otağa və orada bir sürü kişi var. Bir sürü kişi var. O kişi ilə ki, genetik bağı yoxdur, o kişi ilə ki, genetik bağı yoxdur, o kişi ilə ki, genetik bağı yoxdur. O kişini, o qadın, o kişinin iyi qadının burnuna belə pis gələcək, yaxşı iyi olmayacaq. O kişi ilə ki, genetik bağı, daha doğrusu o kişi ilə ki, genetik bağı var, yəni necə? Yəni bilirsiniz necə? Bir təsəvvür edin ki, qadın girir, daxil olur və bir sürü kişi var. Orada da nə edir? Birinci biz burnumuzla seçirik o kişiləri. Hansı kişidən dünyaya evlad gətirə bilərik? Onun qoxusu bizə xoş gəlir. Amma hansı kişinin ki, genetiyimizdə nəsə eyniliyi var və biz ondan evlad gətirə bilmərik dünyaya, bədənimiz onu götürməyəcək. O kişinin qoxusu bizə çox belə bitər gəlir. Hətta mən dəfələrcə şahid olmuşam ki, misal üçün eyni kişidən sinifdən falan oturanda eyni oğlanlardan bəzi qızlar qoxusunu xoşuna gəlir, bəzi qızların xoşu gəlmir. Bu ilə bağlı tədqiqatlar da var. Eyni kişiləri, eyni qadınları bir otağa salırlar. Bəzi qadınlar bəzi kişilərin adını yazır ki, möhtəşəm qoxusu var. Bəziləri deyir ki, yox, qoxuları çox yaxın durmaq olmur. Ya bunu niyə gətirirəm? Baxın, insan beyni insan bədəni elə yaranıb ki, qadın analıq hissi ilə dünyaya gəlir, kişi isə qoruma hissi ilə dünyaya gəlir. Və adətən hər birinin də beyni, zehni fərqli işləyir. Fərqli işləyir. Burada ən önəmli məqam nədir? Baxın, kişi beyni və qadın beyni. Bunlar ayrı-ayrı işləyir. Kişilərə boşuna demirlər. Kişi beyni ovçudur. Ovçudur. Yəni necə? Yox, ətir deyil Səfiyə xanım, ətir deyil. Konkret kişinin öz bədəninin xüsusi qoxusu var. Və o kişinin qoxusu ki, qadının genetikasında yoxdur və ondan evlad gətirə bilərsə, onun qoxusu qadına çox xoş gəlir. Fikir verin, bilmirəm, indi aşiq olanlar bilər, insan sevdiyinin qoxusu ilə sevir. Hətta bunun bağlı çox şeirlər də yazılıb, çox mətnlərdə də keçir ki, o qoxu söhbət ətirdən getmir. Bədən qoxusundan gedir, dərimizin qoxusundan gedir. Və burada beyinlər arasında da çox önəmli bir fərq var. Baxın, kişi beyni və qadın beyni. Kişi beyni ovçudur. Niyə? Baxın, bizim dinimizdə çox gözəldir, amma Allah həqiqətən hər bir qanunu muazzam yaradıb da və bu qanunu deyərkən də bunun bioloji faktorunu da deyirik. Niyə kişilər idarəçidir, qadınlar idarəçi deyil? Çünki baxın, kişidə testosteron hormonu ifraz olunur, daha sərtdir, idarəçidir və kişi stres halında tez 5 dəqiqədə qərar verə bilir. Amma qadın stres halında qapanır, beyin qapanır.
Hormonlar aləm dəyir bir-birinə və qadın stres halında kişi kimi tez, çevik, belə 5 dəqiqədə vəziyyətdən çıxmağa çətinlik çəkir. Ona görə də hərbidə başda gərək kişi olsun. Çünki kişi stresli hallarında daha tez hərəkət eləyə bilir. Qadının bir də belə bir vəziyyəti var ki, qadın beynində müəyyən bizim menstruasiya dövrümüzdə olsun, hamiləlik dövrümüzdə olsun, süd vermə dövrümüzdə olsun, beynimizin kimyası dəyişir. Hormonlar həddindən artıq çox ifraz olunur və o ərəfələrdə biz bəzən düz qərar verməməyə meyilli oluruq. Hətta Avropada bəzi ölkələrdə qanunvericilikdə belə bir şey var. Hamilə qadınlara, əgər hamilə qadın bir, nə bilim, bir şirkətdə pay sahibidir, deyəlim ki, və qərar vermə səlahiyyəti var, amma hamilə dövründə onun yanında mütləq bir nəfər də olmalıdır ki, təsdiq eləsin ki, bu qərar doğrudur. Yoxsa ona imza atmağa icazə vermirlər. Çünki qadının müəyyən bu dövrləri var. İndi gəlirəm bizim möhtəşəm birləşməyimizə. Kişi ovçudur, qadın anaçdır. Qadın mərhəmətlidir, qadın sevgi doludur. Və bunlar birləşəndə kişi xoşlayır ki, baxın, kişi detaycı deyil, qadın detallara önəm verir. Qadın dizaynı önəm verir, rənglərə önəm verir. Amma kişi daha ağır işlərə görəndə, misal üçün, məsuliyyəti daha çox götürəndə özünü daha güclü hiss edir və güclü hiss elədikcə daha uğurlu olur. İndi baxın, 1970-lərdən sonra bu bəzi, xüsusən mən Azərbaycan və Türkiyə coğrafiyasında özüm şəxsən şahid olduğum bir yetişdirmə biçimindən danışacağam. O dövrdə qadınlar həddindən artıq çox, necə deyim, çox əzilir və ailədə söz sahibi o qadın nə zaman olur? Oğlan uşağını dünyaya gətirdiyi zaman. Oğlan uşağını dünyaya gətirdikdən sonra qadın birdən-birə güc sahibi olur. Hətta bizdə psixologiyada belə bir termin var, güc zəhərlənməsi. O qədər əzilir. Oğlan uşağını dünyaya gətirəndən sonra güc zəhərlənməsi yaşayır. Və bu oğlanları necə? Bu oğlanın başına dolanır. Çünki oğlan, qapını bağla, qadının başına dolanır. Çünki oğlan onun qoruyucusudur, oğlan onun xilaskarıdır. Onun başına dolanır. Oğlana vaxtında 7 yaşından 14 yaşına qədər doğru düzgün məsuliyyət vermir. Məsuliyyət vermir. Sonra nə baş verir və kişi, oğlan nə istəsə, amma onun üçün eləyir özü. Baxın. Və belə bir termin yaranır. Oğlan nədir, ev yığışdırmaq nədir? Oğlan nədir, qab yumaq nədir? Oğlan nədir, evdə anaya kömək eləmək nədir? Və nə baş verir? İndi çıxdıq, oğlanlar böyüdülər. Oğlanlar gəldilər ailə qurmağa və oğlanın maksimum bildiyi şey odur ki, pul qazanmaq. Dolayısıyla onların evlatları, baxın, ailədə münasibət o qədər önəmlidir ki, yetişdirmə gəldiyimiz ailələr o qədər önəmlidir ki, və bu oğlanlar ata olandan sonra bir dənə vəzifələri var bu həyatda. Qarınlarını tox tutmaq, paltar geyib almaq və s. Yəni maddi yükümlülük. Qalan heç bir yükümlülüyü o kişilər götürmədi. Bütün yük gəldi, çıxdı qadınların boynuna. Qadın həm məktəblə ilgilənir, qadın həm bazarlıq edir, qadın həm ev yığışdırır, qadın həm uşaq baxır və nəticədə qadınlar yorulur. Yorulduqca kin qusur. Kin də kimə qusur? Həmən o kişinin uşaqlarına. Və nəticədə sağlam olmayan uşaqlar böyür. Halbuki, indi baxın, Allah kişini elə yaradıb ki, kişinin xoşu gəlir məsuliyyət almağa.
Yəni təbiətən kişi ovçudur, kişi köməkçidir, kişinin xoşu gəlir. Yəni bir misal var, kişilər nə qədər çox yükləsin, o qədər yaxşıdır. Xoşları gəlir onların məsuliyyət daşımaqdan, yüklənməkdən. Onlar əziyyətlə xəmirləri yoğurulmalıdır əslində. Yəni təbiətən, fitrətən kişinin xoşu gəlir məsuliyyət almağa. Amma o analar o uşaqları necə böyütdülər? Heç bir məsuliyyət vermədilər ki, sən evin kişisisən. Sanki sən evinin fironusan. Sənin zaten ətrafında dolanacaqlar. Və nəticədə bu qadınlar, mən indiki hansı qadınlardan danışıram? Hardasa 1960 doğumlu, 70 doğumlu qadınlar. Fikir verin. Bax, hər birinizdən bir xahiş eləyəcəm. Bundan sonra küçədə gəzəndə bir dənə bizim qadın görəndə qadınlarımızın gözlərinə fikir verin. Neçə dənə qadının gözü gülümsəyir. Mən təxmini bir 2-3 il, xüsusən koronadan sonra, yox, elə koronadan sonra, bir koronadan əvvəl çox fikir verirdim qadınlarımızın. Koronadan sonra lap qorxu da yarandı, o heç. Amma inanırsınız, bəzən gedirəm metroda ya da küçədə, baxıram qadınlarımızın, xüsusən belə bizim yaşdan, bizim dedim ki, mənim də 40 yaşım var, hardasa 30, 40, 50 yaş qadınlara 30-dan sonra fikir verin, heç birinin gözü gülmür. İlahi, hər biri ayrı-ayrı dərdlidir gözləri və o qədər yorğundur. Valla mənə qadınlar müraciət elədikləri zaman fikir verirəm ki, qadınlarımız nə qədər yorğundur. Qadınlarımız nə qədər şeydir, yəni yükləniblər. Axı baxın, fiziolojik olaraq qadın beyni stresə dözümlü deyil. Fiziolojik olaraq qadın beyni, qadın bədəni həddindən artıq çox yükümlülüyü qaldırmır. Və ona görə psixologiyada da belə bir misal var. Qadınlara güclü olmağı yox, xoşbəxt olmağı seçin deyirlər. Çünki qadın xoşbəxt olmaq üçün yaranıb. Qadın sevmək üçün yaranıb. Qadın sevdikcə böyüyür. Qadın sevdikcə ilərləyir. Qadın sevdikcə evladları da xoşbəxt olur. Ona görə qadınlar və kişilər ailədə vəzifələrini doğru bilməlidir. Qadınlar və kişilər harda nəyi etməlidir, onu doğru bilməlidir. Mənim bibim, həmişə deyirəm, çox müdrik qadın oldu. Bibim öz oğlunu çox fərqli böyüdüb. Bibim oğlu, inanırsınız, uşaqlıqdan evin tozunu silərdi, pəncərələri silərdi, belə də dırmaşmaq işlərini falan, qab yuyardı, hər şey bizdə bibim oğlu eləyirdi. Heç vaxt yadımdan çıxmaz, bir dəfə balacaydıq, bibimgilə gəlmişik, qardaşım nəysə konfeti götürdü, yedi, stolun üstünə qoydu. Bibim oğlu oradan bir gəldi, bir gəliş gəldi bunun üstünə ki, mən deyir, səhərdən ev yığışdırıram. Sən kimsən ki, gəlib bu konfeti ora dişləyib qoymuşsan? Zəhmət çək, götür dalınca yığışdır, apar. Ya yiy ya da apar zibilə. İndi böyümüşük. Nəslin oğlanlarından ən məsuliyyətlisi, ən ağıllısı, ən işgüzarı mənim bibim oldu. Nə bibimi incidər evində. İşində çox məsuliyyətlidir. Daim öz inkişafı üçün yaşayır və bu uşağın kimin nəsildə nəvələrdən, ata tərəfdən başı sıxışsa, hamı gəlir bibim oğlunun qapısını döyür. Onun həmişə bir B planı, bir C planı, bir kömək əli deyəcək. Hamıya da kömək edir. Niyə? Çünki uşaqlıqdan bu adam öyrəşib qadına yardım eləməyə, anaya yardım eləməyə. Bax, qurban olum sizə, neçə nəfərinizin oğlu var? Hansı birinizin oğlu qabıyır? Hansı birimizin oğlanları ev yığışdırmaqda bizə kömək edir? İndi çox təəssüf, belə bir misal var. Deyirlər ki, kişidir
Yox, qurban olum sənə. Elə nabarot kişidir deyə onu daha çox yükləmək lazımdır. Qız bədbəxti niyə yükləyirik ki biz? Qız narindir, qız sevilməlidir. Baxın, ailələrdə belə bir də şey var. Peyğəmbər əleyhissalamın bir çox, çox möhtəşəm bir adəti var idi. Xanım Fatimə Zəhra içəri girəndə ayağa qalxırdı. Ümmü Əbiha atanın qızı deyirdi. İndi çox adam bunu belə izah edir ki, o xanım Fatimə Zəhradır. Axı söhbət o heç o xanım Fatimə Zəhradır, bəli. Amma peyğəmbərin axı hər bir addımı onlar üçün yox, bizim üçün nümunədir. Niyə o qızını bu qədər çox sevir? Niyə o qızını sevgi ilə qucaqlayır? Niyə o qızını başına sığal çəkir? Güldən ağır söz demir. Bu bizi üçün. Və hədis də var ki, evdə oğlunuz və qızınız varsa, daha çox qızınıza nəvaziş göstərin. Niyə? Çünki qız, baxın, qız evdə nə qədər çox sevgi görsə, qabağına çıxacaq adam da bir o qədər ona sevgi ilə yanaşacaq. Bir türk psixoloqlu yazar çox gözəl bir dənə söz işlətmişdi. Deyir, bizim coğrafiyada belə bir söz var. Kızını dövməyən dizini döver. Bizdə də vardı. Qızını dövməyən dizini döyər. Deyir, amma psixologiya bunu sübut elədi ki, qızını döyənin kürəkəni də qızını döyər. Getdiyi ailə də qızını döyəcək. Beyin şema terapiya deyə bir terapiya növü var. Beynimizdəki neyron bağlantıları ilə birbaşa işləyir. İndi baxın, gözəl insanlar. Hər bir insanın anadan gəlmə neyron bağlantıları var. Onlar tıp 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 gördüyünü bağlanır. Belə bir misal verim. Misal üçün, ananın əlindən kitab tık yerə düşür ya da nəsə əlindən yerə düşür. 2-3 aylıq uşaq da anaya baxır. Ana da o anda başqa şey əsəbidir. Başlayır qışqırmağa, əsəbləşməyə. Uşaqda hop bir neyron bağlanır maqnitdən. Deməli, nə isə bacarmayanda qışqırmaq lazımdır. Və yaxud ata oturub əlində telefonla hər şey ana eləyir və bir anda ana partlayır, başlayır qışqırmağa ki, durun da, mənə də kömək eləyin, mən də insanam, amma ata qılını belə tərpədmir. Oğlan baxır ataya. Oğlanın neyronları kişiyə işləyir. Oğlan baxır ataya, baba oturub. Baxır anaya, ana işləyir. Hop, neyron bağlanır. Deməli, nə eləmək lazımdır? Mama, sən orada qışqırsan da mən sənə kömək eləməməliyim. Mənim atam sənə kömək eləmir. Və burada nə baş verir? Bax, bu neyron bağlantılar dediyimiz. Bu bizim bilgi depomuzdur. Elə bil ki, telefonun yaddaşı kimi düşünün. Yaddaşımızdır. Bu şuur altında qalır və insan ömür boyu o bağlantılarla hərəkətə keçir. Ta ki, biri gəlib izah eləyənə qədər, özü də biz necə izah? A-dan Z-yə əməlli başlı, yaşa uyğun bir şəkildə incə detallarla izah almalıdır ki, beyin ki, başa dönüm, qurban olum, sən səhv başa düşmüsən. Bu belə deyilmiş. Və beyin başa düşəndə ki, məsəl üçün psixologiya niyə gəldi? Terapiyalar nədir? Oturursunuz, danışırsınız, mütəxəssis dinləyir və sənə deyir ki, sənə hop bir işıq saçır. Başqa tərəfə işıq yandırır ki, gəl bir dənə bu tərəfə bax, gəl bir dənə bu tərəfə bax. Sən belə başa düşmüsən, amma həyat başqa cür axır. Bir də bu tərəfə belə bax. Və o orada birdən dank edir, yeni bir neyron bağlantısı yaranır. İndi qadın və həyat yoldaşı seçimi də əslində bizdə. Qabağımıza elə bir insan gəlib çıxır ki, baxın, bizim ailədən öyrəşdiyimiz ana dilini daşıyan ailə ilə qarşılaşırıq. Yəni, hər birimizin ailəmiz heç də təsadüf deyil və mən gənclərə həmişə deyirəm, bugünkü həyat yoldaşınızı, gələcəkdəki həyat yoldaşınızı bugünün xəssiyyətiniz təyin eləyir. Ona görə insan özünə diqqət eləməlidir. İnsan özündə daim dəyişiklik eləməlidir, artıq evlənmədən öncə. Ki, qabağına elə bir insan çıxsın ki, onun qabına uyğun.
İndi bəli, bilirəm, çox böyük etiraz gələcək. Bəs şiddət görən, zülm görən qadınlar necə? Məsələ də odur. O da onların əslində o qadınların günahı yoxdur. O qadınların ailəsinə şillədir ki, qızı o belə böyütmüsən. Və bəli, şiddət görən qadının bir dənə məsələsi var. Bu qadın o şiddətə dözürsə, deməli ata evindən o şiddətə öyrəşib. Məsələ dözüb öz üzərində çalışmamaqdır. Məsələ həyatında nəyisə dəyişdirməyə cəhd etməməkdir. Məsələ körü-körünə hər dediyini qəbul eləməkdir. Və məsələ budur. Qısa bir şey deyəcəm və yeni link yaradacağım. Mənim bir cavan qızım var idi. Seanslara 17-18 yaşında. Deməli, bu qızın qabağına 2 dənə namizəd çıxır. Özü başı bağlı qızdır. 2 dənə namizəd çıxır. Bir namizəd deyir, ailəsi, qız özü danışır, deyir, oğlan ailəsi o qədər möhtəşəmdir ki, ata-ana bir-birini can deyib can eşidir. Oğlan təhsil alır və təhsilini davam etməyə çalışır. Kitabdan başı qalxmır. Çox sevir oxumağı. Deyir, qız özü deyir, ata-ananın münasibəti möhtəşəmdir də, yəni onlar o qədər mehribandılar ki, adam deyir, gözləri dolur onların mehribanlığın qabağında. İkinci namizəd isə ata-ana belə ayrılmış, biraz ata bir cür oğlanı incidir, ana bir cür oğlanın heç qabağına çıxmır. Belə də tək uşaq böyüyür öz başına. Ata daim nə bilim, gah içir, gah şiddət göstərir falan. İndi qız isə gedib həmin o ikinci oğlana vurulub. Halbuki qız özü namazlanan ailədəndir, başı bağlı uşaqdır. Və qızdan soruşdum ki, niyə sən getdin, meyil saldın öbür oğlana? Bilirsiniz mənə nə dedi? Mənə müəllimə deyirlər də. Dedi, müəllimə, axı mən o bir ailə üçün özümü hazır hiss eləmirəm. Baxdım ona, dedim, qızım, niyə hazır hiss eləmirsən? Deyir, mən o qədər təmiz ailədən çıxmamışam ki, mən o ailəyə gedim. Mən orada ürəyim sıxılar. O söz məni onda elə tutdu. Yəni, təsəvvür elə bilmirsiniz, belə ox kimi saplandı ürəyimə ki, ilahi. Və o qızın ailəsində də belə bir vəziyyətdir ki, yəni biraz kişi atası anasını çox incidir. Uşaqların gözünün qabağında bunu eləyir. Və uşaqlar şiddətə o qədər öyrəşib ki, uşaq özü də deyir. Deyir, mənim üçün şiddətdir normal olan. Mən o ailədə özümü bir tər hiss eləyərəm, belə. Təsəvvür edin. Bax, bu yeniyetmə terapiyalardan sonra özünün fərqində olub o cavab mənə verib ki, başa düşüb ki, məsələ nədir. Yəni biz həyatımıza gələn insanların bir psixoloqun bir sözü var, alim sözü var. Adı yadımdan çıxıb, amma deyir, hər gün görüşdüyün 5 nəfərin ortalamasısın. Hər gün görüşdüyünüz 5 nəfərə bir nəzər salın. Bax, o insanlar sizin həyatınızda təsadüf deyil. O insanlar sizin öz seçiminizdir. Çünki siz o insanların dili ilə danışa bilirsiniz. O insanlar sizə daha uyğundur. Sizi qıcıqlandırıb əsəbləşdirsə də. İndi yeni bir link yaradacağım, inşallah göndərirəm qruba, davam eləyəcəyik.